Salam dostlar, kanalımıza xoş gəlmisiniz. Bu bizim YouTube'da ilk səsli vloqumuzdur. Öncədən deyim ki, nəsə səhvlər ola bilər. Sonraki videolarda bunu düzəltməyə çalışacağam. Bu videonu bir gün ərzində çəkmişəm. Burada Nuru yatırmağa çalışıram gecədə artıq. Gecə dəfələrlə durub, bacardığım qədər çəkmişəm. Burada isə demək olar ki, artıq tamamilə yatıb. Burada saat 9:23 göstərir və Nur artıq oyanıb. Biraz narazıdır, deyəsən acıb. Yeməyini düzəltməyə çalışıram. Bu arada qızlar, siz körpənizə neçə milli yemək verirsiniz? Nur 11 aylıqdır və mən 120 milli yemək verirəm. Gündə 2 dəfə səhər və axşam olmaqla. Burada Nur yeməyini görüb çox sevinir və daha sonra yeməyini verməyə başlayıram. Daha sonra Nur yeməyini bitirdi və çox xoşbəxt görünür. Daha sonra Nurun günlük baxımına keçirik. Burada saçlarına sprey vururam. Nurun saçları demək olar ki, daranmır, yəni çox çətin daranır. Bilmirəm, sizin də körpənizdə eyni vəziyyət yaşanır, yoxsa təkcə Nurdadır. Daha sonra üzünü nəm salfetlə sivirəm. Və baxımı bitdi. Burada sizə öpücük göndərir. Daha sonra Nurun üstünü geyindirib babasına verirəm. Burada gəzməyə gedirlər. Burada isə Nur artıq gəlib üstünü dəyişmişəm. Burada maması Nura yemək hazırlayır. Qaşı hazırlayır daha doğrusu. Burada isə Nura yemək verməyə başlayıram və Nur hər zamanki kimi yeməyini dağıdaraq yeməyi seçir. Və Nur artıq yeməyini bitirdi. Bu da Nurun son halı. Burada maması Nurun üstünü dəyişir. Daha sonra yatmağa qoyacağım. Saat 13:49-u göstərir və Nuru yatmağa qoymuşam. Burada bizlə oynayır ki, deyəsən yatmaq istəmir. Tam ümidi üzmüşkən Nur yatdı. Burada maması Nura sup hazırlayır. Bol ingrediyentli və vitaminli supumuz. Saat 14:48-dir və Nur durub. Burada ağlayır. Yellətməyə çalışdım ki, yatsın. Yatmadı. Şirinlik edir ki, onu yatızdırmayım. Nurun yeməyini bir dəfədə qaynayanda çəkdim. Belə. Daha sonra gördüm ki, Nur yatmayacaq. Üstünü dəyişib gətirdim ki, oyuncaqlarından biraz oynasın, yorulsun.
Burada isə Nur yenə izləyicilərinə öpücük göndərir. Daha sonra Nurun yeməyinin vaxtı idi və Nurun yeməyini verməyə başladım. Bu dəfə nədənsə Nur məni incitmədi, yeməyini dağıtmadan səliqəli şəkildə bitirməyə bacardı. Burada isə Nur artıq yeməyini bitirib babası ilə vaxt keçirir, oyun oynayır. Saat 17:21-dir və Nurun ikinci yuxusunun vaxtıdır artıq. Və Nur hər zamanki kimi yatmaq istəmir. Nəysə, uzun sürən mübarizədən sonra Nur artıq yatdı. Hardasa 45 dəqiqə filan vaxtımı aldı. Mən otaqdan çıxalı 10 dəqiqə olmamışdı ki, gördüm otaqdan ağlama səsləri gəlir və qarşılaşdığım mənzərə. Nəysə ki, sonda yatdı. Hardasa 1 saat yarım, 2 saata yaxın yatdı. Daha sonra durdu və ac idi təbii ki. Öncə bodisini dəyişdim, tərləmişdi deyə. Daha sonra isə yeməyini hazırlayana qədər oyuncaqlarının yanına qoydum ki, biraz başı qarışsın. Daha sonra isə bana nəzif verdim. Saat gec idi deyə yemək vermək istəmədim. Düşündüm ki, ağır olar. Yemək yeyib bitirdikdən sonra biraz yerləncəyinə qoydum, başı qarışsın deyə. Və son olaraq atası ilə, əmisi ilə vaxt keçirdikdən sonra sıra gəldi yatmağa. Baxımını edib bitirdikdən sonra isə yeməyini verib qoyacağam yatmağa. Və bu da günün sonu. Nur artıq yatdı.
Bir günü 10 dəqiqənin içinə sığışdırmağa çalışdım. Son olaraq videonu axıra qədər izlədiyiniz üçün təşəkkür edirəm.